əməllər mövzusundan birinci hissə, yəni toplama və çıxmalı suallarına baxıram. Burada bizə vacib olan bir neçə qaydanı əvvəlcə xatırlayaq. Tutaq ki, bizə verib hansısa bir KL, çıxılsın LK. Bərabərdir hər hansısa bir A, B ədədinə, düzdür? Burada yadda saxlayın ki, A və B-nin cəmi hər zaman 9-a bərabərdir. Bu qayda olaraq, məsələn, qeyd etsəz yaxşı olar. Bunu necə yoxlayaram? Tutaq ki, hansısa bir ədəd qoyuram, verirəm tutaq ki, 94 və onun tərsi, K ilə LK-nın bir-birinin tərsidir axı. Yəni, çıx 49. Fərqi tapım görüm neçə gedir. 4-dən 9 çıxa bilmərəm. 14-dən 1 onluq aldım. 14-dən 9 çıxanda 5 elədi. 8 qalmışdı. 8-dən 4 çıxanda 4. Elədi 45. Baxıram ki, 45-in rəqəmlər cəmi 4 ilə 5-in cəmi həqiqətən 9 verir. Deməli, qayda ödəyirdi, düzdür? Yəni, bu bütün rəqəmlərə şamildir. Hər hansı bir ədəddən çıxın onun tərsini. Yəni, fərq bizə rəqəmlərin cəmi 9-u verəcək. Belə digər bir qaydaya da baxaq. Məsələn, 10-cu sualda bu qaydanı tətbiq edəcəyik. 10-cu sualda deyir ki, KLM-dən çıxıb MLK-nı. Ortadakı ellərə fikir verin, dəyişmir. Ellər olduğu kimi qalır. Yəni, bir qıraqda yazıram KLM, çıxılsın MLK. Amma K ilə M-in görürsünüz yeri dəyişib, düzdür? Sadəcə ortadakı el olduğu kimi qalıb. Belə olanda qayda nədir? Ortadakı ədəd həmişə 9 olaraq qalır. Qıraqdakı ikisinin, yəni bu A ilə B olsun tutaq ki, cəmi bizə həmişə yenə də 9-u verməlidir. Ortadakı ilə birbaşa 9 yazıram. Qıraqdakı ikisinin cəmi neçədir? 9 olmalıdır. Bunu da nümunə üstündə göstərək. Məsələn, bizə verib neçə olsun? Tutaq ki, yazıram 725 çıxılsın. 5 ilə 7-nin yerini dəyişirəm. Olur 500. Amma 2-nin yerini dəyişmirəm. 27. Gəlin çıxaq. 15-dən 7 çıxan neçə eləyər? Buradan qoy bir onluğu da yazım onun üstünə. 15. 15-dən 7 çıxanda elədi 8. Düzdür? Nə qaldı burada? Bir onluq vermişdim axı, 1 qaldı. Düzdürmü? 1-dən 2 çıxa bilmirəm, bir onluq da alıram. Olur 11. 11-dən 2 çıxanda 9. Görürsünüz 9 alındı. Buradan 1 verdim, 6 qalmışdı. 6-dan 5 çıxanda 1. Ortadakı dediyim kimi 9 olduğu kimi qalır. Qıraqdakıların da cəmi yenə 9 eləyir. 1-dən 8-in cəmi eləyir neçə? 9. Deməli, nələr var bizdə? Onda bu misalda 10-cu misalı necə taparam? Ortadakı el ilə elin fərqi eyni olduğu üçün R deməli 9 saydı məsələdir. Qıraqdakı T ilə 7-nin cəmi, yəni yazaram T üstə gəl 7 bərabər neçəyə? 9 olmalı. T də bərabər 9-dan 7 çıxaram 2. T tapıldı 2-dir, R tapıldı 9. 2 ilə də 9-un cəmi elədi 11. Cavab olur D variantı. Baxaq, indi sualların üstündə misallardan yazaq. Görün burada. Bayaq ki, nümunəyə misal. Məsələn, 17-ci suala baxıram. AB çıx B-ə bərabər C5-ə. Burada nə edirəm? Görürəm ki, 2 tərsidir. Yenə tərsini tapıb, fərqini tap. Qayda nə idi? C ilə 5-in cəmi C üstə gəl 5, 9 olmalı. Deməli, C neçəymiş? 9-dan 5 çıxıram 4. Və son D bəndi. Onda gəlin sıra ilə baxaq ardıcıl suallara. Məsələn, birinci tip sualı nə edirəm? Adi toplama çıxmada 6-6. Yəni, 6-dan 1 çıxıram, neçə qalar? 5. Sonra, fikirləşirəm ki, nədən? B2-5-dir də, düzdür. B-nin yerinə 5-i yazaram hazır. Harada 5 görsəm mütləq yazmalıyam, yəni B-nin qiymətini. 5-dən 2 çıxanda 3 eləyər. Buraya yazıram 3. 8-dən nə çıxanda təzədən özü qalır. Yəni, belə deyim də, 8-in yarısını çıxır ki, deməli, təzədən digər yarısı qalır da təkrar. Onda 8-də ancaq 4 çıxsam 4 eləyə bilər. Deməli, A 4 imiş, B də olur 5. 4-ü 5-ə vuram, cavab olur 20. D bəndi. Keçirəm ikinci suala. AB 7 çıx 436 bərabər CAB. 7-dən 6 çıxanda aydın məsələdir. 1 eləyər. B deməli 1-dir. 1-dən 3 çıxa bilmirəm. Aha, deməli 1 onluq almalıyam. A-dan 1 onluq vermişəm bura. Olub 11, düz. A-da nədirsə bir vahid azalıb. İndi 11-dən 3 çıxanda, 11-dən 3 çıxıb yazsam A-nın qiymətinin yerinə olacaq neçə? 8. A deməli 8-dir. A-nın özü 8-dir. Amma 1 onluq vermişdim. Axı, neçə qalıb burada? İndi 7 qalıb. A deməli 7 qalıbsa 7-dən 4 çıxan neçə eləyəcək? C olacaq 3. Cavab olur A variantı. Cavab oldu A variantı. Keçək 3-cü suala.
8-dən B-ni çıxıb 1 qalıb. Deməli 8-dən 7 çıxsam ancaq 1 eləyər. B-ni yerinə 7 yazıram. 7-dən nə çıxanda 1 eləyər? 6 çıxanda 1 eləyir. A deməli 6-da 6-dan 5 çıxanda 1. A-nın qiyməti aydın məsələn 6, B-nin qiyməti 7. 6 vur 7 42. C variantı. 4-cü suala baxıram. Nədənsə burada birbaşa tapmaq olar. Nədənsə KLM-dən çıxıb 234-ü 583 tapıb. Deməli deyə bilərəm ki, KLM-i tapmaq üçün mən elə 583-ün üstünə birbaşa 234-ü gələrəm, taparam KLM-in qiymətini. O da neçə eləyəcək? KLM bərabərdir. 3-dən 4-ün cəmi 7, 8-in 3-ün cəmi 11, 1 yadda. 5-dən 2-nin cəmi 7, o da 1, 8, 17. Deməli KLM 817 imiş. Yəni 8 üstə gəl 1 üstə gəl 7. O da 9 üstə gəl 7 elədi neçə? 16 D variantı. Keçirəm 5-ci suala. K-dan 9 çıxıb L qalıb, düzdür? Burada nədən başlayaram? K vur L istəyir məndən. Birinci gəlin biraz əvvəldən baxaq. 8-dən 3 çıxıb 4 alıb. Bu o deməkdir ki, 8-dən 3 çıxanda 4 eləmirək 5 edir. Demək bundan 1 onluq bura verib ki, burada normalda 7 qalıb, 7-dən 3 çıxıb 4 ala bilib. Onda 1 onluq versəm bura 5 olmayacaq da artıq 15 olacaq. 15-dən fikirləşirəm bəs nə çıxsam eynisi qalar. 15 axı necə deyim, cüt ədəd deyil. Cüt deyil ki, bunu yarı-yarı bölə bilim də. Deməli bunu 1 onluğunu yenə alıblar ki, 14 olubmuş. 14-dən artıq yarı-yarı bölmək olur axı 7 ilə 7-yə parçalamaq olur, düzdür? 14 çıx 7, 7 yaza bilərəm. Deməli K üçün 1 onluq əvvəldən almışam, düzdür? Və K-nın qiyməti bilmirəm. L-i bilirəm, amma 7-dir. Elə 7 yazıram. 7-dən 9-un cəmi elədi 16. K deməli 16-dır. 16-nın da 1 onluğunu almışdım axı 14-dən. Yəni K ilə 6 imiş. 6 imiş ki, 1 onluq alıb olub 16. Belə K oldu 6, L oldu neçə? 7. 6 vur 7, 42. Cavab olur C variantı. Sonra baxaq 6-cı suala. K-dan 9 çıxanda M eləyir. Deməli, K bilmirik neçədir? 5-dən nəyisə çıxıb 6 eləyib. Yenə də 5-dən nəyi çıxanda 6 eləyir. Demək ki, 1 onluq alıb da burada 15-dən nəyisə çıxıb 6 eləyib. 15-dən tutaq ki, 9 çıxıb deyək. 6-dan da M çıxanda 1 qalıb, düzdürmü? Burada 15 olmağı üçün məcburdur ki, 1 onluq buradan alsın və 5 olub. 5-dən onda 4 çıxanda 1 eləyər. M deməli 4-dür. M-ə 4 yazıram. 4 ilə də 9-un cəmi neçə eləyir? 13 eləyir. 13-dürsə deməli K 3-dür. Çünki 1 onluq onsuz da buradan alsam neçə eləyəcək? 1 onluq alanda burada qalır 13. 13-dən 9 çıxanda 4 eləyir. Amma bilməsə 1 onluq alsam burada 14 qalır. 14-dən 9 çıxanda 6 vermir bizə. Onda deməli L-in qiymətini artıq dəyişməliyəm. L deməli 9 deyil. L-in yerinə indi fikirləşin ki 15 idi burada. 15 deyil də, yəni 5-dir birinci, düzdür. 5-dən 1 onluq verdim. Özündə qaldı 4. Gəldi burada oldu 13. 13-dən 9 çıxıram 4. Bu düz. İndi bura 4 qalıb da artıq düzdür. 1 onluq aldım buradan. Oldu 14. 14-dən nə çıxım ki 6 eləsin? 8 çıxım ki gərək 6 eləsin, düzdürmü? Onda 14-dən 8 çıxdım 6 elədi. Burada da 5 qalıb. 5-dən 4 çıxanda M4-dən onsuz da 1 qalır. Bəli. Deməli L-in qiyməti 8 oldu. K-nın qiyməti 3 oldu. 13 deyil ha 3'dür. 13 yəni 1 onluq alandan sonra olur. Üstə gəlsin M-in qiyməti də 4 olur. 12 oldu 3 15 edir. Cavab olur B variantı. Keçirəm 7-ci suala. 9-dan nəsə çıxıb 6 eləyib. 9-dan aydın məsələdə 3 çıxanda 6 eləyə bilər, düzdürmü? Baxıram başqa nə verə bilər bizə. 7-dən nəsə çıxıb 5 qalıb. Aydın məsələdə 2 çıxsan 5 eləyər. L deməli 2-dir. Onda K da 8-miş. 8-dən 6 çıxanda 2. Və birbaşa yaza bilərəm. L neçə oldu? 2 oldu. M neçə oldu? 3 oldu. O da eləyir 13 C variantı. 8-ci sualda nə istəyir? M-dən K çıxıb 9 alıb. Deməli. Və K-dan M çıxıb 0 alıb. M-dən 5 çıxıb 1 alıb. Aha, gəlin baxaq hardan. Deməli, nədənsə 5 çıxıb 1 alıb. Hələ ki deyə bilərəm ki, bu M6-dır. Düzdür. M-i gəl bir 6 deyək. Burada da 6 yazsam. 6-dan nə çıxanda 9 eləyər. Demək, bu 16 imiş ki, 1 onluq alıb. 16-dan nəsə çıxıb 9 alıb da. Düzdürmü? Onda 16-dan 9 çıxaram. Görün neçə eləyir? 7 eləyir. Deməli, K 7 olar. K yazıram bura 7. K 7-dirsə,
İndi bu 16-da 16 olmaq üçün gərək bir onluq buradan alsın da 7 qalmır artıq 6 qalır. 6-dan da m-in özü də 6 demişim. Axı 6 çıxanda elə 0 olduğu kimi qalır. Burada da 6-dan 1 çıxanda 1. Yəni hər şey doğru oldu. K neçə oldu? 7 oldu. M neçə oldu? 6 oldu. 7-dən də 6 çıxanda 1 edir A variantı. 9-cu suala baxıram. Deməli, burada nədən başlayaram? 6-dan nəsə çıxıb, yenə də ya 6-nın yarısı olmalıdır. 6-dan 3 çıxıb 3 qalıb da, düzdür? Və yaxud burada belə də deyə bilərəm. 16 da ola bilər. Bir onluq alıb 16-dan 8 çıxıb 8 də qala bilər. İkisindən biridir. Deməli, ya B3-dür, ya da 8-dir. İndi gəlin baxaq, hansı deyil, hansı uyğundur bəs. Məsələn, 3 yazıram. 6-dan 3 çıxdım, elədi 3. Düzdürmü? Sonra 6-dan 1 çıxan nəticə, B harada görsəm 3-ü yazaram. Sonra 6-dan 1 çıxanda elədi 5. 3-dən də A-nı çıxan, A-ya 5 demişəm, 5 buraya yazıram, burada 5 yazıram, burada 5. 3-dən 5 çıxmaq olmur, bir onluq alıram. 13-dən 5 çıxanda 8 eləməlidir, amma 5 yazılıb axı. Onda demək ki, 3 doğru deyil. Onda 3-ü götürməyəcəm və 8-i yoxlayacam. İndi yerinə 8 qoyuram. Deməli, bu 16 imiş. Bir onluq alıb buradan 5 qalıb. 16-dan 8 çıxan 8 edir. Bu 5-isə 5-dən 1 çıxanda 4 edir. A-mız olur 4. A-lara 4 yazıram. B-yə 8 yazıram. Deməli, 8-dən 4 çıxan 4 edir. Düzdür. 4-dən bəs nə çıxsam yarı-yarı bölünər. 2 çıxsam. 2 çıxanda 2 qalır. Hıssam C oldu 2. A oldu 4. B də oldu 8. 4 ilə 8-in cəmi elədi 12. Cavab olur Y variantı. 10 sual yazdıq. Qaldı 11. 6-dan L çıxır, 3 qalır. 6-dan nə çıxanda 3 eləyər? L nə ola bilər? 3 ola bilər. Düzdürmü? Başqa bir hal onsuz da yoxdur. 6-dan 3 çıxanda 3 eləyəcək. Bir onluq alsam, çünki 16-dan 3 çıxanda 13 eləyir. Axı, bura 13 yaza bilmərəm. Kər altı. L oldu 3. Tapıldı. Sonra, indi harada L görsəm, L yoxdur onsuz da başqa. 5-dən K çıxanda 8 eləyib. Demək ki, bu 15 imiş də, düzdür. 15 imiş, niyə 15-dir? Yaxı, 5-dən nəsə çıxan 8 eləmir. Demək, burada bir onluq alıb əvvəlkindən. N-dən nəsə alıb. Düzdürmü? Onda 15-dən çıxıb 7-ni 8 alaram da, düzdür. Məsələn, K deməli 7-dir. Aha, indi buradan bir onluq almışam, düzdür. Nədənsə 8 çıxıb 0 alıb. 8 ilə 0 toplayalım, eləyər 8. Yəni, normalda 8 olmalıdır. Amma bir onluq almışdıq N-dən. Onda mən gərək bura 9 yazım ki, 9-dan bir onluq verəndə 8 qala bilsin də. 8-in 8 çıxanda 0 eləsin. Deməli, N oldu 8. K-ya baxaq görə. K-nı tapmışam da 7 yazdım. Hə, M qalıb. Yəni, bura oldu 8. İndi baxıram, 9-dan 8 çıxdım, bu heç 0. 9-dan bəs nə çıxsam 5 eləyər. Yəni, 9-dan 4 çıxanda 5 eləyər. M də oldu 4. 4, 8, o da 7. Cəm neçə eləyir? 12, üstəgə 7. 19. Y-bənd. Bu da belə. 12-də baxım. L-dən 4 çıxıb 8 eləyir. Burada nədən 4 çıxanda 8 eləyər? 12-dən 4 çıxanda 8 eləyərdi. Deməli, L-in yerinə 12 yazaram. Yəni, 2 imiş, bir onluq alıb da əvvəldən. Onda bu 3-dən bir onluq versəm, qalacaq 2. Düzdür? Yəni, 2-dən 5 çıxanda, yenə də 2-dən 5 çıxma olmur axı. Onda elə qoy 2 yazım. Hə, 3-dən, deməli, 2-dən 5 çıxmam, bir onluq aldım, yenə 12 oldu. 12-dən 5 çıxanda 7, M oldu 7. Sonra neçə qaldı əlimizdə? K-mızı bilmirik, amma nədirsə 2-nin ölçünün cəmi 5 edir axı. Bura bir onluq ötürmüşəm axı. Ötürmüşəmsə məcbur 6 yazmalıyam ki, bir dənə azaldanda 5 qala bilsin təzədən. K da olur onda 6. 6-dan 1 onluq vermişdim 5, 5-dən 2 çıxanda 3 qaldı. L-dəki 2-dir, 8-dən 2 çıxanda 6. Cəmi də 8 + 7, 15 B bəndi.